ربك هو أعلم بمن ضل عن سبيله وهو أعلم بالمهتدين. إن ربك هو أعلم بمن ضل عن سبيله وهو أعلم بالمهتدين فلا تطع المكذبين. Bismillahirrahmanirrahim. Məlum olduğu kimi, müxtəlif dinlərdə müəyyən musiqi ənənələri var. Dünyanın ən qədim dinləri olan Yahudilikdə, Xristianlıqda bildiyiniz kimi bir sıra ibadətlərin özü musiqi üzərində oxunur. Kilsə ibadətləri adətən musiqilərlə müəyyən avaz çərçivəsində müşayiət olunur. İslam da bundan xali deyil. Yəni, İslam da yarandığı dövrdən, ilk dövrlərdən musiqiyə öz münasibətini bildiribdir. Allahümme inni es'eluke hayra ma salaka bihi ibaduke. Ümumən Azərbaycanda bax bugün mövcud olan dini musiqidən danışsaq, əlbəttə onu biz belə qlobal şəkildə ikiyə ayırmalıyıq. Birinci ibadət musiqisi, bu bilavasitə ibadətlə bağlıdır. Bu ibadət musiqisi demək olar ki, İslam xalqları üçün, hamı üçün vacibdir və oxumalarında demək olar ki, fərq cüzidir. Yəni, burada ciddi qanun qaydalar var. Bu professional oxumadır. Ciddi qanun qaydalar var. Bir də var ki, mərasimlərlə bağlı olan musiqi, əlbəttə bu musiqilər o ibadət musiqisindən fərqlənir. Bu musiqilərdə müəyyən qədər o ciddilik, o qanunilik sərhədləri müəyyən qədər yumşalır və demək olar ki, xalq musiqisinin, məişət musiqisinin ənənələrindən bura sirayət edən elementlərə rast gəlirik biz. Allahu Ekber. Bismillahirrahmanirrahim. Əgər dünyəvi musiqinin funksiyası bədii təsirdir, dini musiqinin isə funksiyası deməli, həmin o təsiri istifadə eləmək ki, insanın ilahi eşqi oyansın və yaxud güclənsin. Yəni, dini musiqidə musiqi özünün bədii funksiyası yoxdur. Musiqi bir vasitədir. Mənə elə gəlir ki, daxili enerji ilə, daxili aləmlə, kim ilhamla bir şey yaratsa, orada dini musiqi də var, Allaha yol var, Allaha yolun başlanğıcıdır. Yəni, mən bunu belə görmüşəm. Ola bilsin ki, o Allah kəlamları ilə dini musiqini elə oxuyurlar ki, orada əstəğfurullah, adamın əsəbləri gəlir, nervinləri gəlir ki, bu yaradmır. Musiqi, sənət yarananda elə bu Allah eşqinə əmələ gəlir. Allahın bir istəyi olmasa gələn ki, ilhamlı bir şeylə yaranır.
نسألك اللهم ندعوك ربنا اغفر لي ولوالدي وللمؤمنين يوم يقوم الحساب اللهم نسألك اللهم نسألك باسمك العظيم العظام يا رب منیم عالم دبیر سنزم پناهیم سندم ولی شرمندیم çoktur günahim sendayım veli şermendiyem çoktur günahim ya Rab benim alemde bir sensen penahim ya Rab benim alem Qurani Kərimin tədricən nazil olması, 23 il müddətində nazil olması və sonra Quran qarilərinin, yəni Quran oxuyucularının meydana çıxması, bütün bunlar hamısı şübhəsiz ki, müəyyən bir musiqi üzərində ifa olunurdu və demək olar ki, ilk İslam musiqiçiləridir bunlar. Yəni bu musiqiçilər dediyimiz kimi bizim o anladığımız o ansambllar, o orkestrlər həddində, səviyyəsində deyildi. Yəni bunlar insan səsinin o müxtəlif diapazonları ilə ifa olunan musiqi tədbirləri idi ki, Həzrəti Peyğəmbərimizin sağlığı dövründə də həmin musiqilər ifa olunurdu və Peyğəmbərimizin zamanında ona nazil olmuş ayələrin gözəl qariləri, yəni ifaçıları, oxuyucuları meydana gəlmişdi və ifrat olmasın deyə həmin musiqilər, yəni o avaz, Quran oxunan avaz insanı çaşdıran musiqilərə istiqamətlənməsin deyə Həzrət Peyğəmbərimiz hədislərinin, mübarək hədislərinin birində buyurur ki, Əlləzi yəqra'ul Qur'anə və huvə məhirun bihi. Hər kəs Quran-ı Kərimi oxuyursa, onu anlayaraq, onu duyaraq, onun buyurduğu, o Quran ayəsinin buyurduğu hikməti qavrayaraq onu ifa etsin və o bu işdə mahir olmalıdır. Yəni bacarıqlı olmalıdır. Ola bilər ki, Quranı dərk eləsin, Quranın ayəsini dərk eləsin insan və onun mənasını da gözəl anlasın və onun həmin ayənin hədəfini də gözəl anlasın, lakin səs xoşa gəlməyən səs olsun. Ona görə də Həzrəti Peyğəmbərimiz başqa bir hədisində buyurur ki, Quran oxunarkən onu gözəl səslə, gözəl avazla oxuyun. Yəni bu, həm Quranın təbliği üçün, həm Quranın sevdirilməsi üçün, aşılanması üçün çox böyük şərtlərdən biridir. وَالسَّمَاءِ وَمَا بَنَاهَا وَالسَّمَاءِ وَمَا بَنَاهَا وَالْأَرْضِ وَمَا تَحَاهَا Quran-ı Kərimin oxunuşu 3 şeydən ibarətdir. Sot-ı ləhn, ruhani, rəvanxani və təcvid. Sot-ıləhnə, yəni səs və avaz. Yəni bura daxildir, ғinadan uzaq olsun. Yəni oxunan zaman ғinadan istifadə olunmasın. Ғina da ki, İslam alimlərinin buyurduğuna görə səsin 3 not arasında boğazda çəkilməyinə və yaxud qaynanmasına deyilir. Ki, yəni bu Quran-ı Kərimdə bu cürə oxumaq haramdır. Bir qanun var. Bu qanun da nədir? İlahi kəlam insan əlinin düzəltdiyi musiqi alətləri ilə müşayiət edilə bilməz və toyda, bayramda oxunan musiqi intonasiyasını o ilahi kəlamları oxuduğu vaxt ora gətirmək olmaz. Yəni bu azanın oxunmasıdır, Qur'anın oxunmasıdır. Bu iki səlat, qəsidə,
mərsiyə, şəbi və ilaxır mərasim musiqiləri kənarda dururlar. Bax, bu iki azan və Qur'anın oxunması əlbəttə musiqi üstündədir. Qul a'udhu bi rabbin nasi malikin nasi ilahin nasi min şerril vasvasil khannasillezî yuvasvisu fî sudurin nas. Min şerril vasvasil khannas. Kul a'udhu bi rabbin nasi malikin nasi ilahin nasi min şerril vasvasil khannas. الذي يوسوس في صدور الناس من الجنة والناس. صدق الله العلي العظيم. Hər bir xalqın özü bu musiqiyə öz bəhrəsini veribdir. Özününküləşdiribdir həmən musiqini. O üst qurumu, təməli yox. Bazisə toxunmayıblar. Xeymələrdə göz tikibdir 40 qara məcərmənə. Olmayım amadə cəngəm, ey cemaat yol verin. Sinəmi vur munxədəncəm, ey cemaat yol verin. Giderem Rum'a Frencem, ey cemaat yol verin. Koymadız olsun şimen, kabri peygamber mene. Mərsiyə sözü özü rus dilinə çevirsək, əgər plaç deməkdir. Gruber deyir ki, hələ qədim Misirdə mərsiyələr oxunub. Bizdə Alban dövləti dövründə Cavanşirin mərsiyəsi onun ölümünə həsr olunmuş, mərsiyə gəlib bizim günə kimi çatıb. Həmən o mərsiyə janrı, yəni bu ağıdır. Müəyyən bir şəxsin həyatdan getməsi ilə bağlı ağıdır. Lakin mərsiyələr öz janrları etibarilə müxtəlif olurlar, növləri etibarilə müxtəlif olurlar. Bunlarda lirik ruhlu mərsiyələr var, mərdanə ruhlu mərsiyələr var, növhələr ki, o ağıdır. Bir qoşu var idi. Üzümüzdən bir oğlu rəhmət edilmiş, cavan. O səs mənim qulağımdadır. O nə oxumaq idi, nə mərsiyə idi, nə bir şey. Bir haykırtı vardı orada. Of! İnan ki, heç nə yox idi orada. Bir dənə haykırtı vardı, bir nərə vardı. Ay, belə bir səslə. Yəni, o da musiqidir. Çox gözəl musiqidir. Amma nə söz var, nə bir şey vardı. O için bir naləsi idi. Su gəlir arxa haran, qəribi git yad ölkədən, çağırar arxa haran. Üzeyir Əcibəyovun Leyli Məcnun
operasının birinci aktında o duet səslənir. O duet mərsiyədir ki, onun prosta tekstini sadəcə tekstinin dəyişən kimin bu musiqi tamam başqa funksiya daşıyır. Demək istəyirəm ki, dini musiqi bu yenə də milli musiqidir. Bu hardansa qondarma, hardansa götürülmə musiqi deyil. Bu hansısa dini təlimin musiqi praktikasını burada istifadə olunur. Bu Azərbaycan milli musiqisidir. Dünyada bina cahı celal eylemek olmaz. Qəm xanə olan mülküdə hayal eyləmək olmaz. Nadan ilə eyləşmə gedib, ağlı axtar, bu cəhlilə bir kəsbi kəmal eyləmək olmaz. Halal musiqinin İslamda yeri var. Bugün Azərbaycan muğamlarının hamısı mən deyərdim ki, İslami motivlər üzərində elə bil ki, qurulmuş bir muğamdır, bir oxuma tərzidir. O muğamlar insanları düşündürür. İnsanı ilahi bir vəcd yaradır içərisində. İnsanı daxilən təlatümə gətirir. Sayın yâd-ı bəqəm mülkünü cəmeynə tədarınır. Seyyad-ı cəfam gəlsə məcam, seyyad-ı əcəl gəlsə məcam, eyləmək olmaz. Musiqi, muğam, ümumiyyətlə xalq musiqisi ilham, ruhi musiqidir. Ruhun qidası. Şairlər edib də ruhun qidası musiqidir. Ruhun qidası. Ruh da ki Allahla bağlı bir şeydir. Allah'a tabidir. Ya Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Ekber. Eşhedü en la ilahe illallah. أشهد أن لا إله إلا الله أشهد أن محمدا رسول أشهد أن محمدا رسول الله